Milli Pediatriya Dərnəyinin 1-ci Milli Konqresi keçirilir. Azərbaycan Respublikasında pediatriya sahəsinin inkişafına töhfə vermək məqsədi ilə təşkil olunan Milli Pediatriya Dərnəyinin 1-ci Milli Konqresi öz işini davam etdirir. 8-10 aprel tarixlərini əhatə edən tədbir Milli Pediatriya Dərnəyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Təbib və Respublika Pediatriya Mərkəzinin dəstəyi ilə keçirilir. Konqresin birinci günü simpozium və praktik məşğələlərlə başlayıb, ikinci gün isə dövlət rəsmilərinin iştirakı ilə rəsmi açılış mərasimi keçirilib. Bu günlərin Milli Pediatriya Dərnəyinin ilk 1-ci Milli Pediatriya Konqresinin ilk günü oldu. Bir gün əvvəl həm posterlərlə bərabər, həm sözlü sunumlarla bərabər ilk gün simpoziumumuz oldu. Bu gün isə konqresin rəsmi hissəsi və elmi hissəsi artıq keçirilir. Ölkənin fərqli sahələrində olan, öz sahəsində çox bilinən mütəxəssislərlə yanaşı, eyni zamanda Türkiyədən də fərqli sahələrdən qoşulan hocalarımızla bərabər açılış mərasiminə daxil olan Azərbaycandan gələn özəl və dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, səhiyyə sektorunda olan şəxslər və eyni zamanda professor və akademik heyətlə bərabər də açılış hissəsi oldu. Bu konqresin çox verimli olacağını düşünürük. Biz daha çox elmi hissələrin praktikaya tətbiqinə əsas alan, mövzuları əhatə edən geniş bir konqres proqramı ilə 2 gün davam etmək istəyirik. Bu dövrdə konqresimizdə 400-dən çox qeydiyyat var və bu qeydiyyatla bərabər insanların böyük marağı ilə bərabər çox verimli bir konqres olacağını ümid edirik. Konqresimizə həm rezident həkimlər, həm tibb tələbələri, həm praktikada aktiv olaraq fəaliyyət göstərən həkimlər qeydiyyatdan keçiblər. Təbii ki, gənc həkimlərin üstünlüyü daha çoxdur sayı olaraq, çünki təhsil sahəsində daha çox irəliyə gedən, bilgi və elmi mövzularda daha az olan kəsimlər daha fazla maraq göstərir bu mövzuya və onların həqiqətən də böyük marağı var. Bu da bizi həvəsləndirir və məruzə edən şəxslərin çox böyük maraq və həvəslə öz məruzələrini davam etdirmələrine səbəb olur. Bu konfransı keçirməkdəki məqsədimiz nə idi? Dünyadakı səhiyyə sistemində müasir müalicə metodlarının, diaqnostika metodlarının bizim bir rayon ya da bir kənd həkimimizə çatdırmaq idi. Bu məqsədlə Türkiyədən sayılıb seçilən bilinən dərnək, pediatriya sahəsində olan dərnək başqanlarını, eləcə də Türkiyədən çox dəyərli, hörmətli professorlarımızı, dəyərli hocalarımızı dəvətlədi və eləcə də Azərbaycandan da bu sahədə mütəxəssisləri, sayılıb seçilən mütəxəssisləri həm moderator, həm məruzəçi qismində dəvətlədi. Qatılım gözlədiyimizdən çox daha yüksək oldu. Daha doğrusu növbəti toplantıları daha böyük zallarda keçirməyi planlayırıq. Konqres tam sürətlə gedir və müzakirələr çox qızğın şəkildə gedir və davam edir. Qatılım həm gənc həkimlər arasında, həm də yaşlı demək nə qədər doğru olar bilmirəm. Yəni daha təcrübəli həkimlərimizin qatılımı yüksək səviyyədədir. Təbii ki, gənclərdə daha yüksəkdir. Bu da səbəb nədir burada? Səbəb odur ki, gənc həkimlər özlərini daha təkmilləşdirmək istəyir, özlərində daha çox işləyir. Yaşlı həkimlərimiz biraz təcrübələrindən istifadə edirlər, amma qatılım çox yüksək səviyyədədir. Konqresdə ölkənin müxtəlif bölgələrindən və qardaş Türkiyədən gəlmiş pediatrlar, səhiyyə mütəxəssisləri və elmi ictimaiyyət nümayəndələri iştirak edir. 1. Azerbaycan Milli Pediatriya Derneği'nin toplantısına iştirak etmek bulunmaktayız. Çok mutluyuz. Ülkenizde pediatriyanın bu kadar kısa bir süre içerisinde bu kadar gelişmiş olması bizi çok mutlu ediyor. Bizler de elimizden geldiğince destek vermeye çalışıyoruz. Her zaman da vereceğiz. Biz kardeş, dost iki ülkeyiz. Bundan sonraki toplantılarda da inşallah çocuklarımızın Azerbaycan'da daha iyi gelişmesi için bilimsel platformda nasıl destek verebileceğiz tartışacağız. Sonra daha gelişmiş bir şekilde ortaya koyacağız. Burada olmaktan çok mutluyuz. Açılış konuşmalarında da söylendiği gibi Türk Çocuk Acil Tıp ve Yoğun Bakım Derneği olarak biz geçen sene burada çok güzel bir kongre yapmıştık. 1. Çocuk Acil ve Yoğun Bakım Kongresi. Bu sene Pediatri Kongresi'ne davetli olarak gelmekten, buradaki gelişmeleri yakın takip etmekten gerçekten çok mutluyuz. Çocukların sağlığı, özellikle kritik hasta çocukların sağlığı bizim için çok kıymetli. Onları ne kadar koruyabilirsek, ne kadar sağlıklarını daha iyileştirebilirsek o denli çocukların hayat kalitesini arttırırız, ölümlülükleri azaltırız. Bunun için sadece Türkiye'de değil, Azerbaycan kardeş ülkedeki çocukların da sorumluluğu hep birlikte üzerimizde, hep birlikte el ele güzel şeyler yapmaya çalışacağız.
O yüzden mutluyuz burada olmaktan. Çok teşekkürler. Milli Pediatri Derneği'nin ilk kongresinde bulunmaktan gurur duyuyorum. Çok güzel bir kongre organizasyonu başladı. Dün kurslarla başladı ve bugün kongre devam ediyor. 2 günde özellikle Türkiye'den gelen hocalarla birlikte buradaki Azerbaycan'daki arkadaşlarımızla, hocalarımızla beraber çok güzel bir bilimsel şölen halinde devam ediyor. Organizasyonu oluşturan arkadaşlarımıza, bilimsel program oluşturan arkadaşlarımıza çok teşekkür ediyoruz. Davetleriyle ilgili olarak da çok teşekkür ediyoruz. Ben yeni doğan alanında respiratör distres sendromu konusunda yeni gelişmeleri anlatacağım. Burada en yeni, en güncel konuları konuşacağız. Oldukça da kalabalık bir ekip olduğunu görüyorum. Salon hınca hınç dolu. Bu da bize büyük mutluluk veriyor. İnşallah her şey çok güzel olacak. Türkiye'den Azerbaycan'a, Bakü'ye gelmek bizi çok mutlu etti, onur etti. Bizler Türkiye'de çalışan doktorlar, çocuk acil ve yoğun bakım doktorları başta olmak üzere Azerbaycan'da çalışan çocuk sağlığına hizmet eden bütün doktorları desteklemek, birlikte olmak bizi mutlu ediyor. Özellikle bizi buraya davet eden Kongre Başkanı ve Azerbaycan Milli Pediatri Derneği Başkanı Anar Gurbanov'u ve birlikte çalıştığı Sayın Ahmet Oğuz çok teşekkür ediyoruz bizi buraya davet ettikleri için. Burada bulunmak, bilgilerimizi paylaşmak çok değerli. Amacımız hem Türkiye'de hem Azerbaycan'da hem Türk devletlerinde çocuk sağlığı ve tıbbın gelişmesine maksimum destekte bulunmak ve birlikte hareket etmek. Bizi buraya davet ettiğiniz için çok teşekkür ediyoruz. Tədbirin əsas məqsədi uşaqların sağlamlığı naminə yeni yanaşmaların müzakirəsi, elmi yeniliklərin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Konqres çərçivəsində müxtəlif mövzular üzrə elmi məruzələr dinlənilir, panel müzakirələr keçirilir və pediatriyanın aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır. Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən konqres 14 davamlı tibbi təhsil kredit balı, konqres çərçivəsində təşkil olunan simpoziumlar isə 4 davamlı tibbi təhsil kredit balı ilə akkreditasiya olunub.